Salam Röya, hər vaxtınız xeyir olsun. Bəli, bugünə müşahidə olunan hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti informasiyalar təqdim edib, onları hazırda diqqətinizə çatdırmağa çalışacağım. Bugün ərzində ölkə ərazisində, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Amma bəzi saatlarda və axşama doğru şəhər ətrafı ərazilərdə qısa müddətli yağış yağacağı da ehtimallar sırasındadır. Havanın temperaturu isə ötən günlərlə müqayisədə bir qədər bugün daha aşağıdır. 11-13 dərəcə isti olacağı deyilib, amma hazırda bizi günəşli hava şəraiti müşahidə edir. Biz günəşli hava şəraitinin olduğunu görürük və elə fondakı mənzərədə də siz müşahidə edirsiniz ki, hazırda paytaxt ərazisində hava şəraiti əsasən mülayimdir, günəşlidir və dumansızdır. Amma buna baxmayaraq hazırda elə cənub-şərq küləyi əsir ki, o da axşama doğru şimal-şərq küləyinin əvəz olunacaq və bəzi saatlarda küləyin sürətinin daha da intensivləşəcəyi gözlənilir və eyni zamanda atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək gün ərzində. Nisbi rütubət də bir qədər daha aşağı olacaq və əsasən yağmursuz hava şəraitinin rayonlarda da müşahidə olunacağı gözlənilir və rayonlarda da havanın temperaturu ilə Bakıda və Abşeron yarımadasında olduğu kimi olacaq. Amma bugün ərzində dedik ki, bizi günəşli hava şəraiti gözləyir və əsasən mülayim hava şəraiti gözləyir. Amma hava şəraiti artıq sabahdan etibarən kəskin şəkildə dəyişəcək. Havanın temperaturu 5-6 dərəcə daha aşağı enəcək və əsasən bizi daha soyuq hava şəraiti gözləyir. Eyni zamanda yağmurlu hava şəraiti, elə bundan əvvəlki günlərdə biz müşahidə edirdik, yağmurlu, yağışlı hava şəraitinin olduğunu görürdük və elə növbəti günlərdə də bizi yağışlı hava şəraiti gözləyəcək və elə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti informasiyalar təqdim etdi. Xəbərdarlıq ünvanladı ki, insanlar hazırlıqlı vəziyyətdə olsunlar. Çünki artıq bəzi ərazilərdə, dağlıq ərazilərdə, Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində, eyni zamanda Qax bölgəsində, həmçinin Laçın, Kəlbəcər, Ordubad bu kimi ərazilərimizdə hazırda qar yağır. Elə bununla bağlı informasiya təqdim olunub. Qarın hündürlüyü də 30 santimetrə qədər təşkil edib və təbii ki, düşən yağıntının miqdarı da ötən aylarla müqayisədə bu ay daha çoxdur və təbii ki, bununla bağlı da informasiyalar təqdim edildi. Elə rayonlarda olan soyuq da digər ərazilərdə, həmçinin Bakıda və Abşeron yarımadasında da sirayət edir və növbəti gündən etibarən hava şəraiti dəyişəcək. Elə məhz bugünün istirahət günü olmağını nəzərə alsaq, eyni zamanda günəşli olduğunu, mülayim olduğunu nəzərə alsaq, əsr ilə gəzmək, istirahətimizi təmin etmək havasıdır. Fürsətdən istifadə edin, çünki sabahdan etibarən hava şəraiti kəskin şəkildə dəyişəcək, daha küləkli olacaq, daha yağışlı olacaq, eyni zamanda havanın temperaturu da ötən günlərlə müqayisədə daha aşağı olacaq. Amma buna baxmayaraq, yəni növbəti günlərdə bizi gözləyəcək qeyri-stabil hava şəraitinə baxmayaraq hazırki müşahidə olunan hava meteohəssas insanlar üçün əlverişli hesab edilir. Ona görə də elə indiki günəşli mülayim havanın dadını belə deyək çıxarmaq tövsiyə olunur ki, növbəti günlərdə havanın soyuq olmağını sevməyənlər üçün elə də uyğun hava şəraiti olmayacaq və bu baxımdan da indiki məqamda elə mülayim hava şəraitindən istifadə edib istirahətimizi rahat şəkildə təmin edə bilərik. Sabahdan etibarən də hava şəraiti dəyişir və geyimlərimizi, eyni zamanda digər vasitələrimizi, çətir və digər papaq bu kimi qoruyucu vasitələrdən istifadə etməyimiz tövsiyə olunanda. Hava proqnozu ilə bağlı əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Söz yenidən sizdədir. Minnətdarıq Rəqsanə, ətraf informasiyalar onun üçün. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Rəqsanə İbrahimzadə idi.